bütün intiharlar cinayətdir. Bəli, bizim qanunvericiliyimizdə də belədir. Bütün intiharlara görə ən azından özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılır. Ancaq görəsən bütün intiharlar və intihar kimi təqdim olunan ölümlər sonuna qədər dəqiq araşdırılırmı? Bilinirmi ölüm səbəbi? Bugün isə ilk baxışdan intihar hesab olunan qatilin 6 ay azadlıqda qaldığı, azadlıqda gəzdiyi bir hadisəni təqdim edəcəyik. Başlayaq. 2019-cu il iyulun 15-i səhər saatlarında Suraxanı prokurorluğuna zəng gəlir. Məlumat verilir ki, Hövsan qəsəbəsi Məmmədov küçəsində intihar hadisəsi baş verib. Həmin küçədə yerləşən 5B nömrəli binada yaşayan Aslan Fərhadov bıçaqla özünü öldürüb. Mərhumun meyidi yataq otağında aşkar olunub. Sorğu-sualdan sonra bəlli olur ki, həmin vaxt evdə onun ata-anası, övladları və arvadı olub. Həmin tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə özünü öldürmə həddinə çatdırma maddəsinə, yəni cinayət işi açılır. Yaxınlarının ilkin ifadələrinə görə o özünə xəsarət yetirib və qan itkisindən ölüb. Qonaq otağında xəsarət aldıqdan sonra divarlardan yapışaraq valideynlərinin yataq otağına gedib və qapını açaraq anasının üstünə yıxılıb və ölüb. Ən dəhşətlisi budur ki, sadəcə ölmədən az əvvəl anasına əli ilə yoldaşını göstərib. Amma bundan artığına, yəni danışmağa gücü çatmayıb və canını anasının qucağında tapşırıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Aslan Fərhadovun ölümü yuxu arteriyasının deşilməsi sonrası kəskin qan itirmədən baş verib. Ancaq xəsarətlərin xarakteri, yeri, yara kanalının istiqaməti və başqa müşahidələrə, peşəkar müşahidələrə əsasən zərbələrin kənar şəxs tərəfindən endirilməsi daha çox inandırıcı hesab olunub, nəinki şəxsin öz tərəfindən. İlkin izahatlarında Şahnaz Fərhadova həyat yoldaşının boğaz nahiyəsinə bıçaq batmasından ümumiyyətlə xəbəri olmadığını qeyd edib, yəni o prosesin necə baş verdiyini görmədiyini qeyd edib. Sonraki ifadəsində isə bildirib ki, o əlində bıçaqla Aslanın yatdığı otağa daxil olub və özünü öldürəcəyini söyləyib. Həmin vaxt əri onu itələyib, yerə yıxıb, bıçağı əlindən aldığı zaman bıçaq təsadüfən onun boğazına sancılıb. 6 ay ərzində müxtəlif hadisələr baş verib. Şahid cəhdləri, şahid ifadələri xüsusilə və peşəkarlıq məsələnin məcrasını dəyişib. Hadisədən 6 ay sonra 2020-ci il yanvarın 26-sında 1991-ci il təvəllüdlü Şahnaz Fərhadova şübhəli şəxs kimi tutulub və 2 gün sonra rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham elan olunub. İnsanın əlini üzündə qoyan faktlarsa məhz bundan sonra bəlli olmağa başlayıb. İstintaqın gedişində müəyyənləşdirilib ki, Şahnaz Fərhadova 2012-ci ildən Aslan Fərhadovla rəsmi nikah münasibətində olsa da, müxtəlif dövrlərdə öz təşəbbüsü və istəyi ilə tanış olduğu kişilərlə davamlı şəkildə intim münasibətdə olub. Hətta kişi ilə yox, kişilərlə, bir neçə şəxslə. Mərhumun atası ifadəsində göstərib ki, hadisədən təxminən 2-3 il əvvəl, yəni ölüm hadisəsindən 2-3 il əvvəl 2 qadın onların mənzillərinə gəlib, onlardan biri Şahnaza onun həyat yoldaşı ilə münasibəti olduğunu deyib, qadınlar gəlinə Nurana adı ilə müraciət ediblər. Şahnazın adını səhv dediklərinə görə qadınların yanlışlıq etdiyini düşünüblər. Oğlu da həmin qadınların səhv etdiyini, Şahnazın adının Şahnaz olduğunu və onun həyat yoldaşı olduğunu bildirib. Gəlin onların heç birini tanımadığını və heç kimlə yaxın əlaqəsinin olmadığını söyləyib. Nurana məsələsinin üstünü isə Şahnazın sinif yoldaşı
ölüm hadisəsindən sonra ifadəsində açıb. Belə ki, onun sinif yoldaşı Nuriyeva ifadəsində deyir ki, Şahnaz Fərhadova ilə Yeni Günəşli qəsəbəsində məktəbdə birgə oxuyublar və eyni qəsəbədə də qonşu olublar. Söhbətləri zamanı Şahnaz ona ərinə xəyanət etdiyini və görüşdüyü kişilərə özünü Nurana kimi təqdim etdiyini deyib. Şahnazın tanış olduğu şəxslərdən biri hətta 21 yaşlı Əskər Cabbarov 2006-cı ildə avtomobil qəzasında həlak olub. Bir dəfə hətta təsəvvür edin, Şahnaz həmin xanımla birlikdə Əmircan qəsəbəsinə gedərək həmin şəxsin qəbrini də ziyarət ediblər. Şahid həmçinin deyib ki, Şahnaz Instagrama deyəsən Nura 92 adı ilə daxil olaraq oğlanlarla tanış olub və əksəriyyətinə həyat yoldaşının öldüyünü deyib. Şahid qismində dindirilmiş mərhumun anası ifadəsində göstərib ki, hadisədən 2 il əvvəl bacısı ona deyib ki, gəlini Şahnaz Instagramdan istifadə edir və Şahnaz ona hətta səhvən arvad başa düşüb zəng eləmə məzmunlu mesaj da yazıb. Şahnaz isə sonradan deyib ki, həmin mesajı bacısına yazmaq istəyib, ancaq səhvən İlhaməyə göndərib, yəni qaynanasının bacısına göndəribmiş. Mərhumun atası hadisədən sonra kiçik nəvəsinin Aslanın övladı olub-olmaması yoxlatdırmaq məqsədi ilə Mərkəzi Neftçilər Xəstəxanasında DNT analizi verib. Bəlli olub ki, uşağın atası Aslan Fərhadov deyil. Şahnaz isə bütün bunlarla paralel istintaqa verdiyi ilkin ifadələrdə hadisəni bir neçə dəfə fərqli formalarda təqdim edib. Bu arada Şahnazın baldızının yoldaşı, yəni mərhumun yeznəsi Şahnazın səsini telefona yazıb. O əvvəlcə Şahnaza deyib ki, hamı səndən şübhələnməyə başlayıb, mənim tanışlarım var, səni bu işdən qurtara bilərəm, mənə hadisəni olduğu kimi danış. Qadın da olduğu kimi danışıb və bu zaman onun səsi yazılıb. Şahnaz isə yenə də dindirilmə zamanı müxtəlif bəhanələr gətirib. Baldızının yoldaşının onu şərlədiyini deyib və bu səslə onun atasından pul almaq istədiyini qeyd edib. Hadisənin üstündən keçən 6 ay müddətində Şahnaz Fərhadova müxtəlif fikirlər desə də, yavaş-yavaş bütün şübhələri daha da üstünə çəkməyə başlayıb. Məsələ budur ki, qadın qeyd edir ki, telefonu da ərinin yasında itirib. Necə və hansı şəraitdə itməsi barədə də məlumatı yoxdur. Hadisə baş verən günlə bağlı danışarkən Şahnaz son ifadəsində qeyd edib ki, iyulun 14-ü axşam saatlarında əri ilə birlikdə oğlunu yaxınlıqda yaşayan çöpçüyə aparıblar. Təxminən saat 20 radələrində oradan evə dönərkən Aslan onları liftə mindirib və evə göndərib. Özü isə dostları ilə pivə içməyə gedəcəyini deyib. Saat 23:30 radələrində Aslan evə dönəndə uşaqlar və qaynatası yatmış vəziyyətdə olub. O çox sərxoş olub, qapını isə qaynanası, yəni gəlinin qaynanası, mərhumun anası açıb. Ayın 15-i səhər saat 8-də uşaqlardan birinin ağlama səsinə yuxudan ayılıb, mətbəxə keçərək tələsik yemək bişirib, otağa qayıdıb və övladını qucağına alaraq yemək yedizdirib. Bu anda Aslan qapını açıb içəri daxil olub və uşağa yemək verdikdən sonra yanına gəlməsini söyləyib. Sonra özü qonaq otağına keçib, qapını arxasınca bağlayıb. Aslan həmin an sərxoş vəziyyətdə qalıbmış və ayağa qalxaraq sən mənə xəyanət eləmisən deyib və yastığın altından bıçağı çıxarıb. Bu zaman Şahnaz güya qorxuya düşüb, qapıdan çıxaraq qaynanasına xəbər vermək istədiyini bildirib. Yəni buna görə otaqdan çölə çıxırmış. Ancaq qapıdan çıxarkən arxaya baxdığında görüb ki, Aslan əli ilə boğazını tutub və digər əlində bıçaq var. Daha sonra əlini boğazından götürdükdə boğazından təzyiqlə qan axıb. Şahnaz bıçağı götürüb qoltuğun altında saxlayıb. Qəribədir ki, o təcil yardım gələnə qədər də bıçağı qoltuğun altında gizləyib. Özü isə deyir ki, gizləməmişəm, sadəcə huşumu itirmişəm və bıçaq elə orada da qalıb. Daha sonra tiyəsi dəstəyindən qopmuş bıçağı pəncərənin torunu çıxardaraq həyətə atıb. Bıçağı pəncərədən atmasının səbəbini özü də dəqiq izah edə bilməyib. Aslanın öldüyünü anlayanda
tutulacağı təqdirdə 1 yaşlı uşağının kimsəsiz qalacağını düşündüyünü qeyd edir və buna görə də bıçağı ataraq şübhələrin onda olmamasını istəyirmiş. Əslində isə hadisə belə baş verib. 2019-cu il iyulun 14-nə keçən gecə əri xəyanətindən xəbərdar olduğunu bildirərək qadını yataq otağından qovub. Həmin gecənin səhəri biabır olma ehtimalını aradan qaldırmaq və xəyanətini gizlətmək niyyəti ilə qadın Şahnaz həyat yoldaşını öldürmək qərarına gəlib. Səhər saat 8 radələrində məişət məqsədli mətbəx bıçağı ilə əvvəlcə ərinin boynunun şah damarından, daha sonra isə bel hissələrinə bir neçə zərbə endirərək Aslan Fərhadovu bilərəkdən həyatdan məhrum edib. Məhkəmə iclasında Şahnaz Fərhadova ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə onun istintaq və proses zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq onları özünü müdafiə və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirib. Nəticədə məhkəmə hesab edib ki, Şahnaz Fərhadovanın əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib və tam sübuta yetirilib. 2020-ci il oktyabrın 7-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahnaz Fərhadova 11 il azadlıqdan məhrum edilib. 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm dəyişdirilmədən saxlanılıb. Salamat qalın.